Ay Allah, çox gözəl evdir. Başlamısan da deyəsən. Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Bugün Xırdalanın düz mərkəzində, Heydər Parkının yanında, bax Heydər Parkını göstərək sizin üçün. Bir dənə gözəl mənzil təqdim edəcəm sizə. İki mənzilin birləşməsidir. Yəni bu mənzildə iki ailə də yaşaya bilər. Yəni iki dənə yataq otağında sanitar qovşaqları var, yəni hamam ayaq yolusu. Hardan başladıq? Bax, bura qonaq otağıdır. Elə tək qonaq otağı 80 kvadrat metrdir. 16-nın 6-yadır. Pol isti poldur, yəni ki, ümumi 220 kvadratdır belə. Amma bu günləri ölçdük, sənədlə 209 kvadrat edir iki mənzilin birləşməsi. 125 kvadrat birdir, 83,8-də 84 deyək. 84 kvadratda bildi. Pol dediyim kimi isti poldur, bir dənə calağı da yoxdur. Sonra canım sizə desin, mərmərdir, yəni ki, opşi, ümumisə mərmərdir. Pəncərləri Rosso firmasıdır, yəni Polşa firmasıdır. Şumalizasiyonludur da, belə deyək də. Nə səs keçir, nə su. İstəyirsən, bax, bu polu götürüb 1 vedrə, 2 vedrə su dök, yu polu, heç qonşuya 1 qram da su getməyəcək. Bax, divarlar, bax bu. Bunlar hamısı təbii daşdandır. Təbii daşdan, yəni xarici ölkədən gəlir. Bax, taxta gördüyünüz işləmələr hamısı şabalıd ağacındandır. Bax, buralar hamısı, bax, gördüyünüz qapılar, hətta qapılar da. Bax, bunların hamısı təmiz şabalıd ağacıdır. Sonra bu, haradan başlayaq? Gedək. Bax, buranı acəlini, belə deyək də, ayrıca bir iş otağı da elə bilərsiniz, ayrı, amma ehtiyac yoxdur. Bu ara kəsmələr, işləmələr var ha, gipslə. Bunların da hamısı əl işidir. Bax, bunlar bir-bir işləyiblər, yapışdırıblar. Bu da adi dekorlardan deyirlər, vurdun divara yapışdırdım, şey yox. Razetkaları da hamısı Nemetskidir, Panasonic firmasıdır. Gəl, başlayaq buradan. Qonaq otağını gördünüz, yəni razial da eləmək olar, onu axırda deyəcəm. Bura, sanitar qovşağıdır, dediyim kimi, 2 dənə sanitar qovşağı var, hamamla ayaq yolusu var. Hər hamamın da üstündə pişivoy, yəni ki, 1 tonluq çəni də var. Bax, bura giriş hissəsidir. Oranı gördük. Giriş hissəsində görürsünüz, 2 dənə qapı qoyulub. Bunlar dediyim kimi, ağac, harada ağac qapı, pəncərə, işləmələr gördünüz. Bax, işıqları da görürsünüz, 2 dənə işlənibdir. Yəni ki, hər mənzil üçün acilini işlənibdir. Bu işlər görülübdür. Qaz da həmçinin çəkəsiniz. 4 otaqdan ibarətdir mənzilimiz. 1, 2, 3 və qonaq otağı 4. Buradan başlayaq da onunla. Gəl, qardaşım. Və bir şey də qeyd edək, bu incəlikdir. Bunu hamı qoymuş. Görürsünüz otaqlarda rozetkaları. Rozetkalar görürsünüz, hər yerə bir dənə rozetka qoyulub. Həm də internet üçün, həm sağa, həm sola qoyulubdur. Hər otaqda var ha bu. Kondisioner üçün də acəlini beləsinə qoyulubdur. Keçin balkon hissəsinə. 3 dənə də balkonu var. Skvaznoydu mənzilimiz, yel çəkəndir. Bir dənə düz göstərir Ceyranbatan panoraması. Bax, Xırdalanın mərkəzi deyəndə, Xırdalanın mərkəzi bu park ətrafı gedir də. Biz qeyb Afdan, 120-dən ev çəkib deməyib Xırdalanın mərkəzi. Düz bax, Xırdalanın mərkəzində, bax, bura sayılır. Parkda konsert oldu, falan oldu. Oturursan burada, çaydan, kofedən. Düz deyir, amma baxırsan konsertə, buradan da çayı içirsən, xılmani. Yox, çox əla bir təmirlidir. Özdə çox bahalı əşyalardan təmir olunur. Yəni ki, təmiri də superdir. Bahalıdır. Qiymət də ki, nədir? Padmayaq qiymətinə satılır bu mənzil. Hörmətli izləyicilər, padmayaq qiymətinə. Qapıların hamısında da belə aqran keçirlər var. Hamısı, pəncərlərdə hətta bu aqran keçirlərdən var. Onu da qeyd eləyək. Qapıları qeyd elədik. Polu qeyd elədik, mərmərdir hamısı. İsti poldur, isti döşəmədir. Bu otağı çəkmişik biz. Gəl bu otağı da göstərək. Bu da yataq otağıdır. İkinci yataq otağıdır. Bu otaqdan da balkona çıxışı var. Yəni, otaqlar hamısı müstəqil, işıqlı otaqlardır, hörmətli izləyicilər. Yəni, belə deyək də, istəsəz pericelka da eləyə bilərsiniz. Pericelkamız necə olacaq? Pericelkamız necə olacaq? Ona da deyək ki, buranın perikupçiləri də qəşəng alıb, burada qəşəng bir xeyir də tuta bilər. Kim alsa, Allah xeyrin versin, Allah hamur uzun versin. Əslində, sənət 2 dənədir. Giriş hissəsi, ikinci mənzilin 84 kvadratlı girişi buradan. Buradan giriş qoyanda bu qapı çıxır, bura bağlanır. Orada bir dənə qəşəng bir dənə şkaf yığılır. Burada bağlandı, burada bir dənə şkaf, qardirob. Bura ara kəsmə kəsilir. Görürsünüz, genişdir. Hardasa 20 kvadrata yaxındır bu yat. Buradan bir dənə qapı açıldı. O birisi otağa.
Bu hissələr də, bax, görürsən, bu təbii taxta da, bu da təbii daş. O vaxtı İrandan gətirmişdi, zakaz eləmişdi. O daşların zaten hamısını. Bu ikinci sanitar qovşağı. Bunun da yuxarısında su çəni var. İçməli sudur, yəni pişivoy vaxtdan istifadə olunur. Buralar da dediyim kimi istipol, üstü döşəmədir. Qiymət də kvadratı çıxır, 1500 manata çıxır, hörmətli izləyicilər, tam təmirli. Dünən yox, sırağa gün elə McDonald's binasında 44 kvadratı 80 minə qoymuşlar, 78 minə satıldı. Padmayak. Ora hələm alan adam da rahat bir 12-13 mində pul qoyacaq. Sumqayıt yolu, Sumqayıt yoludur bu, Bakı Sumqayıt yoludur. Məktəb yaxınlıqdadır, park yaxınlıqdadır, qabaqda bağçamız da var. Yəni ki, 44 kvadrat 80 minə qoyub, hələ bir dənə də mənzilimiz qalıb. Yəni ki, onu da reklam eləyək də, bir dənə rolikdə 2 dənə reklam olsun. İstəsəz, yəni 80 minə qoyulubdur, 78 min sonudur. Padmayak gəlib ala bilərsiniz. Düz parkın yanında McDonald's-ın binasındadır o mənzilimizdə. Amma mən sizə Padmayakdan da ucuz qiymətə belə bir gözəl, təmirli mənzil təklif edirəm. Dediyim kimi, burada kəsilsə, ora qapı, yəni mənzil ayrılsa, elə buranı rahat 1800 manatdan sata bilərsiniz. Yəni bunu mən sizə söz deyirəm ki, yəni polnu satmaq olar da bu mənzili. Gəl bura Rom. Dediyim kimi, elə tək 80 kvadrat buradır. Bayaqları göstərdim. Buradan ara kəsmə olanda bunlar hamısı hesablanıb. Yəni ki, o müqavilədə də o 2 dənə dediyim kimi. Bura ayrılanda, bura olur bir dənə mətbəx studiya, o tərəfdə gördüyünüz kimi. Sanitar qovşağı, bir dənə də balaca spalni. Yəni bunu kim alsa, beləncəsinə raziyel eləsə 1800 manata, yəni ki mən deyirəm 1800, istəsə 1900-ə də sata bilər. Düz deyil qardaşım. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.